Hörmətli izləyicilər, hamınızı xoş gördük. Bakı şəhərinin demək olar ki, tam mərkəzindən sizi salamlayıram. Bax, sahil metrosundan gələn yol. Zərifə Əliyev adına prospekt. Məşhur Armani dükanı. Fikir verdiniz. Dəniz kənarı bulvar və muzey mərkəzi. Bildiniz də söhbət nədən gedir? Deməli, burada bu binanın, bu binamızın arxasında bir mənzil çəkilişinə gedirik. Deməli, birinci mərtəbə dupleksdə, yəni birinci mərtəbə və yarı zirzəmi. Gedək indi mənzili sizə çəkim təqdim edeyim. Getdik. Hörmətli izləyicilər, deməli mənzilə daxil oldu. Bu koridor hissəsidir. Burada belə bir dolab, güzgülü, böyük, geniş. Təmiri yaxşıdır, əladır. Bahalı materiallardan istifadə olunubdur. Bura mətbəximizdir. Gördüyünüz kimi mətbəx mebeli də var, pəncərəsi də var. Elə bilərsiniz, pəncərəsi yoxdur, var, şöyle pəncərəsi var. Bütün gördüyünüz əşyalar da demək olar ki, hamısı qalacaq. Buyur. Otaqlarla tanış olaq. Bura birinci yataq otağıdır. Baxın, təmir edir, görürsünüz. Evimizin kupçası var, çıxarışı var. 2 çıxarışı var, 130 kvadrat metrdir. Bu qonaq otağımızdır. İş adamları üçün əla təklifdir. Şəhərin mərkəzində, yəni buranı alıb, otel kimi, hostel kimi istifadə eləmək mümkündür. Qiymətini aşağıdan qeyd edəcəm. Yəni çıxarış sənəd qaydasındadır. Özdə ki, hörmətli izləyicilər, aşağı hissənin sənədi çıxarışdır, qeyri-yaşayışdır. Aşağını yəni otel kimi istifadə edə bilərsiniz. Bura sanuzeldir. Bura digər yataq otağıdır. Evimiz istipolla təchiz olunub. Burada sanuzeldir. Yəni bu otağın içində özünün sanuzeli var idi. Duş kabinası, hamısı bahalı aksesuarlardır. Keçək indi -1'a. Yəni buranın sənədi qeyri-yaşayışdır. O da əla təklifdir. Özdə buranın da, baxın, fikir verin. Bura bağlansa, buradan qapı var. Buradan da buranı ayrıca, buranı ayrı istifadə eləmək. Burada yaşamaq olar, buranı da alıb kiraya vermək olar və s. və ilə. Qapısı da yəni giriş-çıxışı ayrıdır. Gəl, gəl düşək aşağı. Yarı zirzəmidir. Burada kladovkasıdır. Bura ikinci kladovkasıdır. Havalandırması var idi. İndi mən sizə onu göstərəcəm. Yarı zirzəmdir. Yəni pəncərələrdən bax, işıq düşür. Fikir verirsiniz. Bax. Hə, istipoldur. Yəni iş adamları üçün əla təklifdir. Qiymətini bir də xatırladıram. Hətta görürsünüz, bax belə şifanyerləri da var idi. Tam hazır al. Ya al, yuxarıda özün yaşa, ya ümumi elə otel kimi, hostel kimi, ya istəsən aşağı hostel kimi yuxarıda yaşa. Yəni ara kəsməni bağlamaq olur. Buranın özünün ayrıca girişi varıdır, mövcuddur. Bəli, TV-nin yeridir. Kim alsa Allah xeyir versin. Zəng eləyin mənə. Sahibi ilə sizi calaşdıracağım. Gəlin, baxın, danışın, alın, xeyri işlədin ya yaşayın. Bu günə bu qədər, sağ olun, minnətdarım.